Deməli, bu iPhone mini smart cihazıdır. Qurulumu çox sadədir. Power kabelidir, arxa tərəfindən taxılır və cihazın başlığı da hansı ki, o da arxa tərəfdən rahat şəkildə taxılır. Arxada qırmızı rəngdə yandırma düyməmiz var. Bastıq, cihaz yanacaq. Ekran açılanda əslində istədiyimiz zaman hal-hazırda başlıq taxılı olmadığı üçün səs çıxardır. Mən səsi kəsmək üçün istənilən bir başlığı taxacağım onun üzərinə ki, səsi də yansın və sonra izahıma davam edeyim. Məsafədən keçirilməsi üçün özünün izi var. Lampa hissəsi gedib oturmalıdır iç hissəsinə. Səs artıq dayandı. Üstündə hal-hazırda cihazın Patient name, Patient ID və yaxud da ki, hər hansı bir məlumat istəyirsiniz, bunu yaza da bilərsiniz, yazmaya da bilərik. Start treatment'a basan kimi artıq biz ekrana daxil oluruq. Əlimizdə 5 ədəd fərqli ölçüdə başlıq var. Hər başlığın ölçüləri öz üzərində qeyd olunub və hər başlıq fərqli treatment üçün istifadə olunur, yəni fərqli müalicə üçün istifadə olunur. Artıq o müalicələri həkimlər özləri deyəcək, bu artıq texnik olaraq bizim işimiz deyil. Başlıqların hamısı mütləq şəkildə müştəriyə təhvil verilməmişdən öncə içərisinə distillə su doldurulmalıdır. Bu gördüyümüz qara hissə çıxır, hansı ki bunda rezervlərimiz də var əlimizdə, yəni xarab olduğu təqdirdə və yaxud da ki su axıtdığı təqdirdə biz onları dəyişə bilirik. Bu qara stiker deyim mən bunlara, stikerlər. Baxın, üzərində var. Çıxartdıq, ağzına kimi distillə suyu doldurduq və stikeri vurduq. Suyun axmamağına diqqət yetirməliyik və bütün başlıqlar müştəriyə dolu şəkildə təhvil verilməlidir. Əlimizdə qalan başqa stikerlər var. Ölçüləri bir-birindən fərqlidir. Bu böyüklər üçündür. Bu isə balaca başlıqlar üçündür. Nasatqaların təbii ki bir-birindən fərqi var, ölçü fərqləri. Yerdə qalan bu plastik şüşələr isə, onları da göstərirəm sizə. Bu plastik şüşələr isə cihazın başlığını test etmək üçündür. Yəni başlığı taxırıq, nasatqanı taxırıq başlığa və bunun üzərinə gel tökdüyümüz zaman gel töküb bu hissəyi yoxlamaq mümkün olur. Aparat mütləq şəkildə gellə istifadə olunmalıdır, bunu da unutmayın.